Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ötən gün Göyçayda 6 uşaq anası 1982-ci il təvəllüdlü Gülnarə Səmədova yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyub. Hadisə Göyçayın İncə kəndində qeydə alınıb. Göyçay rayonu İncə kənd Bələdiyyəsinin sədri Namiq Bağışov hadisənin ailə münaqişəsinin zəminində baş verdiyini bildirib. Qadın İsmayılının kəndindəndir. Hadisə ailə münaqişəsi zəminində olub. Əri Gülnarənin işləməyini istəməyib. Onların 6 uşağı var. Uşaqlarının böyüyü məktəbi bitirib, o biriləri də məktəblidirlər. Əri deyib ki, müavinət alırsan, bəsdir, işləmə. Əri özü malqara otarmaqla məşğuldur. Qadın da kənd cəmaatı ilə qonşu kənddə torpaqda işləməyə fəhləliyə gedirmiş. Fəhləliyə gedirmiş ki, əlavə pul qazansın. Əri bundan narazı olub. Qadın isə deyib getməkdə israr edib. Bunun üstündə mübahisə ediblər. Kişi çıxıb gedib. Qaydanda da görüb ki, qadın özünü asıb. Anası və qardaşı mərhumun nəşini aparıblar İsmailliyə öz kəndlərində dəfn ediblər.